zamanlar mətbəxdə tam bir İtaliya havası yaratdığımı artıq bilirsiniz. Öncə fettuccini hazırlamışdıq, indi isə növbə raviolinindir. Elə fettuccinin o çox bəyənilən xəmirindən hazırladım. Xəmiri özüm yoğurmuşdum və tam istədiyim incəlikdə olması üçün xəmir açan maşından keçirdim. Bu maşın işi həqiqətən çox asandır. İndi isə keçək ən maraqlı hissəyə, içiliyə. Əslində ağlımda spanaqlı etmək var idi, amma spanaq sezonu olmadığı üçün ağlıma fərqli bir ideya gəldi. Çoğundur yarpaqlarından istifadə etdim. Yarpaqları keçincə qaynadıb incə-incə doğradım. Üzərinə bol ağ pendir və rəndələmiş mozzarella əlavə edib yaxşıca qarışdırdım. İnanın, dadı spanaqdan heç də geri qalmır. Açdığım xəmirin içərisinə bu ləzzətli içliyi pay-pay yerləşdirirəm və üzərini digər xəmirlə bağlayıram. Kənarlarını səlqə ilə kəsdikdən sonra o klassik ravioli görüntüsünü vermək üçün çəngəllə bərkidib naxış vururam. Baxın necə şirin oldular. Hazırladığım ravioliləri qaynar duzlu suya əlavə edib bişməyə qoyuram. Onlar suda qaynayarkən mən də vaxt itirmədən sosa keçirəm. Raviolinin tacı təbii ki onun sosudur. Tavada ətirli, qatı bir pomidor sosu hazırlayıram. Raviolilər bişən kimi onları ehtiyatla boşqaba düzürəm və ən sevdiyim an qaynar, ləzzətli pomidor sosunu raviolilərin üzərinə gəzdirirəm. Son toxunuş olaraqsa təzə nanə və yaxud da reyhanla bəzəyirəm. Və budur, restoran keyfiyyətində, amma tamamilə ev üsulu raviolimiz hazırdır. Mütləq yoxlamağa dəyər.